Salam, kanalıma xoş gəlmisiniz. Məni izləsəz, mənə abunə olsanız çox sevinərəm. Kanalıma abunə olsanız çox sevinərəm. Mən sizə şortlarımda var, çantalarımı paylaşmışam. Elə qərara gəldim ki, artıq bir dənə çanta toxumuşam, düzdür, artıq toxumuşam. Və bunu göstərmək istədim sizə. Düzdür, axırda nə qədər sap getdi, hansı aksesuarlardan istifadə edəcəm. Axırda onun tam formasını göstərəcəm sizə. Bir gün, bir dəfədə çalışacağam ki, çantaları necə toxuyuram, bir master klasslarımdan paylaşacağam. İndi bu çantam haqqında sizə demək istəyirəm. Bax, bu çantanı toxumuşam, yəqin ki, baxanlar görüb, ərəb kanalından götürmüşəm. Çox xoşuma gəlmişdi. Ona görə elə qərara gəldim ki, bunu toxuyum. Artıq bunu toxumuşam, kanvasını baxın qoymuşam. Sonra bunun qırağındakı belə dayanacaqlar olacaq. Bunların da arxasına baxın, kanvasını qoymuşam. Sonra bu burada bitişən yeri bilirsiniz, belə tutqacıdır. Bunun birini belə taxmışam, baxın sizə göstərməyə. Birində buradadır, bunu da qoyacağam. Sonra bundan istifadə edəcəm. Bilirsiniz də, bunu bura belə taxacağıq ki, belə bu bura daha qəşəng qalır. Yəni sarı aksesuarlardan istifadə edəcəm. Sarı aksesuarlar bilirsiniz, qəşəng görsənir. Ona görə elə qərara gəldim ki, bunlardan istifadə edeyim. Bir də bu qıraqlarıdır, baxın. Bundan da 2 dənədir. Qıraqlarını qoyacağam. Sonra bu podkladkasıdır. Baxın, podkladkasını artıq kəsmişəm. Hazırdır. Bax, bu qıraqlarının podkladkasıdır. Sonra bu həmən bu çantaya, baxın, mən bu saplardan istifadə eləmişəm. Bu türk sapıdır. Üstündə etiketinin zümrüd yazılmışdı. Saxlamamışam, təəssüflər olsun. Obrazları, yəni istifadə elədiyim etiketləri sizə göstərəcəm. 230 metrədir hərisi. Ya 200 idi, ya 220 idi. Dəqiq əmrdə deyil. Yəni bilirəm ki, çox idi 200-dən. Bunları toxumuşam. Bax, bunlar da qalıb. Yəni çox belə yaxşı saplardır. Belə mənə, yəni çox belə qaldı da, yəni saplar. Elə saplar olur ki, biraz toxuyursan, artıq bitir, məcbur olursan təzədən gedib alasan. Amma bu saplar mənə çox işimə yaradı, beləsinə deyim. İndi mən bunları birləşdirəcəm. Birləşdirəndən sonra sizə hazır formasını göstərəcəm və sifarişdə qəbul edirəm. Kim istəsə şərhlərimdə yaza bilər. Bir neçə ad nədir onun çantalarım var. Yəni istəyən olsa qəbul edirəm sifarişlərini. Bunu da toxuyacağam. Yəni axırda sizə tam formasını göstərəcəm. İstəyən olsa satacağam. Qiymətini isə yazarsız deyərəm. Sağ olun, çox sağ olun. Təşəkkür edirəm. Kanalıma abunə olmağı unutmayın.